vaxtınız xeyir olsun müəllimlər. Bugünkü dərsimiz nəzəriyyə bölməsindən ilk nəzəriyyəmiz olan Howard Gardner nəzəriyyəsidir. Yəni çoxnövlü zəka nəzəriyyəsi. Howard Gardner kim idi? Howard Gardner bir Amerika psixoloqu idi. O deyirdi ki, insanda intellekt dəyişkəndir. O belə bir fikir sürmüşdü ki, biz düşünürük ki, bir gün uşaqlar məktəbi bitirdikdən sonra öyrəndiklərini istifadə edə biləcəklər. Məktəbdə şagirdin imtahan nəticələri yüksək ola bilər və bununla düşünə bilərik ki, o kifayət qədər dərin biliklərə malikdir. Amma onlar məktəbi bitirdikdən 1-2 il sonra onlara daha az bilik qalacaq. Bu Howard Gardner'ın irəli sürdüyü bir fikirdir. O deyirdi ki, insan intellekti dəyişkəndir. Yəni hər bir insanın intellektini dəyişdirmək mümkündür. Gardner'ə qədər hər kəs deyirdi ki, intellekt dəyişməzdir. Məsələn, biz deyirdik ki, ədəbiyyatı sevən insan riyaziyyatı sevə bilməz və yaxud da fizikanı sevən insan biologiyanı sevə bilməz. Amma Gardner deyirdi ki, bu düşüncə yanlışdır. Yəni, hər bir insanın intellekti var və intellektləri dəyişmək mümkündür. Sözlə, intellekt dəyişə bilən və öyrədilə bilən bir fəaliyyətdir. Məsələn, deyək ki, mənim şagirdim musiqini sevmir, fiziki tərbiyəni sevmir. Mən neynəməliyəm? Öz strategiyamda, öz təlim fəaliyyətimdə elə strategiyalar, elə dərsi elə qurmalıyam ki, elə intellekt üzərində qurmalıyam ki, və o şagirddə biz musiqiyə, idmana olan marağı artıra bilərik. Gəlin baxaq görək indi Howard Gardner bizə hansı intellekt növlərini təqdim edib. Birincisi verbal lingvistik intellektdir. Bu intellekt ən çox nəyi sevir? Verbal lingvistik intellektə sahib şagirdlər sözlərdən istifadə etməyi sevir. Yazılı da ola bilər bu sözlər, şifahi də ola bilər. Verbal lingvistik dilin sintaktik, fonetik, semantik tətbiqindən özünə müvafiq qaydada istifadə edərək təqdim edə bilər. Yəni, bu intellektdə sahib insanlar, onlarda nitq qabiliyyəti yüksək olur. Başqalarını dildən istifadə edərək inandırmaq qabiliyyəti yüksək olur. İnformasiya vermək, yadda saxlamaq, təqdimat etmək bacarıqları yüksək olur. Bu intellekti növünün xüsusiyyətləri nədir? Yadda saxlamaq, sözdən istifadə etmək, informasiya vermək, ünsiyyət qurmaq, daha sonra dilin sintaktik, fonetik, semantik xüsusiyyətlərindən istifadə etmək və bir sözlə verbal lingvistik intellektə sahib insanlar daha çox söz bazasına sahib olurlar. Bu intellektdə bir növ savadlılıq kompetensiyası da formalaşa bilər. Oxumaq, yazmaq, danışmaq, şeir yazmaq, hekayə yazmaq, bunların hamısı verbal lingvistik sahib şagirdlərdə olur. Bir də bu şagirdlərdə debatda iştirak etməyi sevən şagirdlər olur. Nəyə görə? Çünki bilirik ki, debatda nə var? Müzakirə var, özünü ifadə etmək bacarığı var, ünsiyyət bacarığı var. Ünsiyyətdə olmaq var, daha çox geniş fikir ifadə etmək var. Ona görə də verbal lingvistik intellektə sahib şagirdlər debatı sevirlər. Sonra gəlirik müəllimlər ikinci intellektimiz olan məntiqi riyazi intellekt. Məntiqi riyazi intellekt adından da göründüyü kimi əsasən bu şagirdlərdə riyazi bacarıqlara sahib olurlar. Hesablama aparmağı sevirlər, eksperiment aparmağı, təcrübə aparmağı, təsnif etməyi, sistemləşdirməyi və ümumiləşdirməyi sevirlər. Məsələn, deyək ki, hər hansı bir məsələni həll etsin, layihəni qursun, bu məntiq riyazi intellektə aiddir. Gəlin indi baxaq debatda, verbal lingvistik intellektdə də var idi, məntiq riyazidə də var. Verbal lingvistikdə debat necə idi? Orada özünü ifadə etmək bacarığı, geniş müzakirə aparmaq, daha çox sözlərdən istifadə etmək, danışmaq, ünsiyyət qurmaq, bu verbal lingvistikə aid idi. Amma məntiq riyazidə necədir? Məntiq riyazidə şagird artıq burada debatda öz fikirlərini söylədikdən sonra fikirlərini əsaslandırmalıdır. Məntiqi əsaslandırma gətirməlidir. Bu da olur məntiq riyazi intellekt. Məntiq riyazi intellektə sahib insanlar daha çox elmi müzeylərə getməyi sevir, eksperiment aparmağı sevir, tapmacalardan istifadə edir, riyazi hesablamalar aparır və ən çox şahmat oyunundan istifadə etməyi sevirlər.
Daha sonra gəlirik müəllimlər musiqi ritmli intellekt. Bu intellektə sahib insanlar artıq musiqidən zövq alan insanlardır. Musiqi formalarını dərk edirlər, fərqləndirirlər. Daha sonra bu intellektdə ritm, registr, melodiya, tembr, ton və sairə həssaslıqlar var. Bu musiqi ritmli intellektə sahib olan şagirdlər artıq bunlarda musiqi səsini, notun səsini, ritmləri ayırt edə bilirlər və sevirlər. Mahnı oxuyurlar, zümzümə edirlər, ritmlə əllərini və yaxud da ayaqlarını tərpədirlər, oynadırlar. Bunlar hamısı musiqi ritmli intellektə sahib şagirdlərə aiddir. Amma desək ki, heyvanların səsini, quşların səsini sevir, artıq bu naturalist intellektə sahib insanlarda olur. Sonra gəlirik müəllimlər məkan vizual intellekt. Artıq burada adından göründüyü kimi vizual. Vizual nədir? Bu vizual sözünün mənası görüntü deməkdir. Bu intellektə sahib insanlar ən çox maraqlarını dizaynla əlaqələndirirlər, rəssamlıqla əlaqələndirirlər. Hər hansı bir şeyi beyinlərində təsvir edirlər. Verilmiş məkanı vizual olaraq dərk edirlər. Müəyyən dəyişikliklər etməyi sevirlər, bacarırlar. Bunlar məkanın görüntüsünü yaxşı yadda saxlayırlar. Bir dəfə hara gedirlərsə, o məkan onların yadından çıxmır. O məkanı beyinlərində canlandıra bilirlər. Onların şəkil çəkməyə, dizayn verməyə daha çox həvəsi olan insanlardır. Xəritə ilə, şəkillərlə, kompaslarla işləməyi sevirlər. İncə sənətə meyilli olurlar, şəkilli kitablar oxumağı daha çox sevirlər. Bu da olur məkan vizual intellektə sahib olan şagirdlər. Sonra gəlirik 5-ci naturalist intellektə sahib olan şagirdlər. Naturalist intellekt nədir? Bu çox asan bir intellektdir müəllimlər. Burada ən çox flora və faunaya aid olan məsələlər var. Naturalist intellektə sahib olan insanlar floraya və faunaya aşiq olurlar. Onlar təbiəti sevirlər, heyvanları sevirlər. Bu intellektə sahib insanlar ən çox təbiətin qoynunda öyrənməyi sevirlər. Flora və faunanın çoxsaylı nümunələrini tanıyırlar, təsnif edirlər. Naturalist intellektə malik insanlar heyvanlara qayğı göstərməyi sevirlər və ən çox da ekologiya ilə bağlı məlumat almağı sevirlər. Bir də bu insanlar təbiətin qoynunda öyrənməyi daha çox sevirlər. Dedik ki, heyvanların səsi, quşların səsi naturalist, heyvanların səsi ilə quşların səsini sevən insanlar da naturalist intellektə malik olan insanlar olur. Bədən kinestetik intellekt nədir? Bu intellektə sahib olan insanlar artıq hərəkət etməyi sevirlər. Bunlar fikirlərini, hisslərini ifadə etmək üçün bədən üzvlərindən istifadə edirlər. Əl işləri hazırlayırlar. Bu şagirdlərdə aktyorluq bacarığı olur, rəqs etmək bacarığı olur. Bu şagirdlərin sevdiyi hərəkətlər qaçmaqdır, tullanmaqdır, rəqs etməkdir, aktyorluq etməkdir. Bunlar həm də bədən dilindən, jestlərdən və idman oyunlarından istifadə edərək və yaxud da toxunaraq öyrənməyi sevən insanlardır. Bədən kinestetik intellektə sahib olan insanlar dedik, rəqs etməyi sevirlər. Rəqs belə baxanda bəzi insanlar götürə bilər ki, bu musiqi ritmik intellektə sahib olan insanlardır. Xeyr, əgər rəqs musiqisini sevirsə, bu musiqi ritmikdir. Amma rəqs hərəkətlərini yerinə yetirirsə, oynayırsa, rəqs edirsə, bu artıq bədən kinestetik intellektə sahib olan insanlarda olur. Sonra gəlirik 7-ci şəxslər arası intellekt. Bu intellektə sahib olan insanlar artıq bunlarda insanları anlamaq, empatiya qurmaq, digər insanların hisslərini, niyyətlərini, motivasiyasını, əhval-ruhiyyəsini başa düşən insanlardır. Bunlar ətrafdakı insanların hisslərini anlayırlar. Daha çox insanlarla əlaqə qurmağı sevirlər. Şəxslər arası intellektə sahib olan insanlarda liderlik bacarığı daha çox inkişaf etmiş olur. Belə insanlar insanların üz ifadələrinə, səs və jestlərinə həssaslıqla yanaşırlar. Aradakı işarələri başa düşürlər, anlayırlar və o işarələrə reaksiya vermək qabiliyyətinə malik olurlar. Bir sözlə, şəxslər arası intellektə sahib olan insanlar ünsiyyət qurmağa maraqlı olurlar. Ən çox qarşısındakı insanın hisslərini başa düşürlər, özlərini onun yerinə qoyurlar, empatiya hissi formalaşdırırlar. Bir sözlə, şəxslər arası intellekt daha çox sosial mühitdə olmağı sevən insanlardır. Ünsiyyət qurmağı sevən insanlardır. Və indi gəlirik 8-ci fərd daxili intellekt. Fərd daxili intellektdə artıq
bu şagird bilir ki fərd daxili nədir? Tək insanın özünün özü ilə maraqlı olması, özünün haqqında məlumatlı olması, öz planını qoruması, daha çox tək qalmağı sevməsi, bunlar hamısı fərd daxili intellektə malik olan insanlardır. Bu intellektdə artıq onlara individual yanaşma lazımdır ki, onlar öz işini tək görsünlər, özləri qarşısına məqsəd qoysunlar, öz məqsədlərini müəyyən etsinlər və s. Burada fərd daxili intellektə sahib insanlar artıq tək başına öz işlərini daha yaxşı görürlər. Özünün güclü və zəif tərəflərini, özlərinin temperamentini, özlərinin arzularını bilirlər, özünü qiymətləndirir və özünü anlama kimi bacarıqlara sahib olurlar. Fərd daxili intellektə sahib olan insanlarda artıq metakognitiv bacarıqlar inkişaf etmiş olur. Metakognitiv bacarıqlar nə idi? Şagirdin özü haqqında məlumatlı olması, özünü dərk etməsi, özünü tənzimləməsi, özünü qiymətləndirməsi və s. Belə şagirdlər daha çox fərdi iş formasında işləməyi daha çox sevirlər. Sonra gəlirik müəllimlər intellektlər üzrə öyrənmə strategiyalarına. Gəlin baxaq görək, bu intellektlər üzrə öyrənmə strategiyaları hansılardır? Biz hansı strategiyalardan istifadə etsək, öyrənmə tərzlərini, intellekt səviyyələrini nəzərə almış olaraq. İlk öncə baxırıq verbal lingvistik intellekt növünə. Bu intellekt növündə dedik nə idi? Şagirdlər ən çox sözlərdən istifadə edirlər, hekayə oxumağı sevirlər, danışmağı sevirlər, dialoq qurmağı sevirlər. Ona görə də verbal lingvistik şagirdlərə biz hansı strategiyalardan istifadə edə bilərik? Gündəliyin tutulması, hekayə xəritəsi, bir də Balıqovu. Gündəlik tutulması nədir? Burada şəxsi gündəliklər şagirdlərin müəyyən bir sahə üzrə davamlı şəkildə yazdıqları qeydlərdir. Yəni şagirdlər öyrəndiklərini gündəlik həyatlarında öz işlərini, həyatlarını gündəliyə qeyd edirlər. Gündəliklər riyaziyyat, dəqiq elmlər, perimetrlərin, sınaqda keçirdiyi fərziyyələrin qeydiyyatını nəzərdə tutur və bu fənlər üzrə də aparıla bilər. Bu gündəliklər tamamilə şagirdə özəl olur və şagirdlər onu istərsə müəllimlə, istərsə şagird yoldaşından, istərsə də bütün siniflə paylaşa bilər. Sonra gəlirik müəllimlər hekayə xəritəsi. Hekayə xəritəsində nə edirik? Şagirdlərə müvafiq iş vərəqləri paylanılır. Onlar hekayəni oxuyarkən qeydlərini, yəni hekayənin məzmununu, hekayənin baş vermə yerini və yaxud da hekayənin qəhrəmanını həmin vərəqlərdə qeyd edirlər. Burada şagirdlər fərdi şəkildə işləyirlər və sonunda müəllim boş qrafiki lövhədə verir. Şagirdlər bütün sinif olaraq öz öyrəndiklərini, öz qeydlərini həmin lövhədə qeyd edirlər və beləliklə hekayə xəritəsi tamamlanmış olur. Sonra Balıq-ovu. Balıq-ovu strategiyası nədir? Burada artıq şagirdlər oxuduqlarını, anladıqlarından əmin olmaq üçün bu strategiyadan istifadə edirlər. Burada müəllim balıq fiqurlu bir kardonlar kəsir və həmin kardonları yumru qabın içərisinə atır. Burada şagirdlər qrupa bölünür. Hər bir qrup qabdan bir kardon balıq çıxardır və bu kardon balığın üzərinə də müəllimlər hər bir mövzunun adını yazır. Hər bir keçirilən mövzudan, bölmədən birinin adını yazır və həmin yumru qabın içinə atır. Daha sonra şagirdlər qrupa bölünür və qrupa bölündükdən sonra hər qrup bir kardon balıq seçir. Bu qruplarda kimə hansı mövzu düşübsə, hər qrup öz mövzusunu ümumiləşdirir, dəqiqləşdirir, bütün detallarını ümumiləşdirir və bütün sinif qarşısında izah edirlər. Dinləyənlər isə yoxlama vərəqləri vasitəsilə hər bir qrupun materialını necə əhatə etdiyini yoxlayırlar. Sonra gəlirik məntiqi riyazi intellektin strategiyalarına. Məntiqi riyazi intellekt dedik nə idi? Təsnif etmədir, ümumiləşdirmədir, sistemləşdirmədir, əsaslandırmadır. Bu intellekt növünə də aid biz hansı strategiyadan istifadə edə bilərik? İlk öncə təsnif etmə və kateqoriyalara ayırma strategiyasından. Yəni ki, bu strategiyada necə yerinə yetiririk? Müəllim hər hansı bir coğrafi məkan olsun və yaxud da maddənin 3 halını lövhədə sütur şəklində yazır və hər bir şagirddən bu mövzuya aid nümunələr gətirməyini istəyir. Daha sonra Sokrat dialoqu strategiyası. Sokrat dialoqu da bildik nə üsullardan keçmişdik. Nə idi? Müəllimin sual verməsi və sualdan sual çıxarması. Burada da müəllim şagirdlərin fərziyyələrinə aydınlıq və dəqiqlik
və məntiqi əlaqə gətirmək baxımından sorğu keçirdir və şagirdlər öz fərziyyələrini müəllimlə bölüşürlər və hər bir şagird öz fərziyyəsinin, öz fikrini əsaslandırmalıdır. Burada da dedik ki, nədir? Müəllim suallar verməklə bu şagirdlərin bu fərziyyələri nə dərəcədə aydın və yaxud da dəqiq olduğunu anlamaq üçün sorğu keçirdir, suallar verir və şagirdlər də öz düşüncələrini, öz fikirlərini əsaslandırmaq istəyir. Burada da məqsəd nədir? Şagirdlərin tənqidi düşüncə formasını formalaşdırmaqdır, inkişaf etdirmək. Sonra gəlirik musiqi ritmli intellektə. Musiqi ritmli intellektin hansı strategiyaları var? Ritm mahnı replə öyrənmək və yaxud da kontekst musiqi formasında öyrənmək, replə öyrənmək və qafiyəli sözlər tapmaqla öyrənmək. Bu da daha çox musiqi ritmli intellekt, ən çox musiqi müəllimlərinin istifadə edəcəyi bir strategiyalardır. Burada replə öyrən nədir? Mövzunu bir bölməni keçdikdən sonra şagirdlərdən fərdi və ya qrup şəklində öyrəndikləri əsas ideya və faktları qeyd etdikləri rep yazmağı istəyin. Yəni deyir ki, könüllülər yazdıqları repi sinif qarşısında ifadə edə bilirlər. Bir neçə çıxışa qulaq asdıqdan sonra bütün siniflə keçilənlərin xülasəsini aparmaq olar. Qafiyəli sözlərdə odur ki, yeni mövzunun açar sözü və ya sözlərini lövhədə yazın. Şagirdlərdən həmin sözlə qafiyələnən bir neçə söz yazmasını istəyin. Sonra gəlirik məkan vizual intellekt növünə aid strategiyalar. Bu strategiyalara daxildir vizualizasiya. Burada şagirdlər hər hansı bir materialı beyinlərində təsvir şəklində yaratmaqlarına istənilir və şagirdlər də gözlərini yumub öyrəndiklərinin beyinlərində şəkil formasını təsəvvür etməklərini istəyə bilərik. Bu da olur daxili lövhə. Daxili lövhə nədir? Şagirdlərin öyrəndiklərini artıq beyinlərində şəkil formasında, təsəvvür formasında formalaşdırmaqlarıdır. Daha sonra şagirdlərə sual cavab ediləndə şagird beynindəki şəkli və yaxud da ki təsviri beyinə gətirir və həmin suala cavab verə bilir. Gözlərini yumduqdan sonra onlar beyinlərində həmin təsviri şəkil formasında, şəkil halında yadlarına salırlar və suala cavab verə bilirlər. Sonra biz baxırıq naturalist intellektə sahib olan şagirdlər üçün keçirdiyimiz strategiyalar. Bu strategiyalar təbiətdə gəzintilər ola bilər, pəncərə ola bilər, bitkilərin öyrənmə vasitəsi kimi istifadə etmək ola bilər. Yəni şagirdə biz təbiətdə gəzinti təşkil etməklə biz həmin şagirdin öyrənməsini möhkəmləndirə bilərik. Yəni hər bir fənnə uyğun olaraq coğrafiya olsun, biologiya olsun, fizik olsun, riyaziyyat fənni olsun, hətta ədəbiyyat və tarix fənninə də uyğun biz bu fənləri də əlaqələndirib bu strategiyadan istifadə etmək olar. Sonra var pəncərə strategiyası. Pəncərə strategiyası nədir? Artıq sinifdə diqqətsiz şagird necə bir şagird ola bilər? Şagird fikrini pəncərədən çölə yönəldir və xəyallara dalır. Bu şagird deməli naturalist şagirddir də. Bu şagird havaya baxır, günəşə baxır, çöldə uçan quşlara baxır. Demək ki, bu şagird pəncərədə gördüklərini dərs otağında yaşadıqlarından daha maraqlı sayır. Belə olduğu halda niyə dərsdən yaymaq kimi təsvir edilən bu tendensiya öyrənmə strategiyasına çevirmək olmaz? Çevirə də bilərik. Əgər çevirsək, pəncərədən baxmaqla pedaqoji aspektdən nə əldə etmək olar? Biz buna baxaq. Bu strategiyadan istifadə etməklə coğrafiya fənnindən havanı öyrənmək olar, fəsil dəyişkənliyini öyrənmək olar, quşları izləmək olar, dil və yazı dərslərində metaforalar yaratmaq olar. Bitkilərlə öyrənmə vasitəsi kimi necə öyrənə bilərik? Deyək ki, biz dərs otaqlarında, biz müəllimlər dərs otaqlarında pəncərənin qarşısına bitkilər qoyuruq və onunla da otaqda pozitiv bir mühit yaratmaq istəyirik. Lakin bitkiləri həm də öyrənmə vasitəsi kimi də biz istifadə edə bilərik. Məsələn, deyək ki, dövlətin strukturunu izah edərkən bitki və onun budaqlarından metaforik şəkildə istifadə edə bilərik. Riyaziyyat dərsində otaqda olan bitkilərdə inkişafını ölçməyi istəyə bilərik şagirddən. Çətin şagirdlərə isə enerjilərin düzgün yerə yönləndirmələri üçün sinifdəki bitkiyə qayğı göstərmələrini istəyə bilərik. Ən sonunda isə müəllimlər şagirdlərin bilik və bacarıqlarını bir il ərzində necə artdığını sinif otağındakı bitkinin böyüməsi ilə əlaqələndirə bilərik. Sonra gəlirik bədən kinestetik intellektə aid strategiyalarda. Burada da bədən cavabıdır, sinif teatrıdır, bədən xəritəsidir və s.
Şəxslər arası intellektə sahib şagirdlər üçün də strategiya odur ki, yoldaşınla paylaş, korporativ qruplar yarat və s. Fərddaxili intellektə də malik şagirdlər üçün o idi ki, artıq burada şagirdlər məqsəd müəyyən edirlər, şəxsi inkişafını izləmə qrafiki qururlar. Bu da olur müəllimlər Gartnerin çoxnövlü zəka nəzəriyyəsinin strategiyaları. Bizə ən çox lazım olan nədir? İntellekt növünün strategiyaları, bir də hansı intellekt növü olduğunu müəyyən edə bilməyimizdir. Bir də var çoxnövlü zəka nəzəriyyəsinin hansı üstünlükləri var? Odur. 8 dənə üstünlüyü var. Birincisi şagirdə yanaşmanın dəyişməsi. Biz şagirdə ağıllı şagird və yaxud da şagird, zəif şagird kimi müraciət edə bilmərik. Artıq bu fikir dəyişilib. Biz şagirdə problemli dolu uşaq yox, onun güclü tərəfləri olan uşaq kimi yanaşmalıyıq. Bu zaman şagird özünü yalnız bal və testlə deyil, müxtəlif istedad və bacarıqlar vasitəsilə dəyərli hiss edir. Yəni biz şagirdə bu çoxnövlü zəkanın nəzəriyyəsini nəzərə almaqla biz şagirdə yanaşmanı dəyişdirə bilərik ki, bu şagirddə biz problemli uşaq kimi yox, güclü tərəfləri olan uşaq kimi baxa bilərik. Sonra gəlirik fərdiləşdirilmiş təlim üçün güclü çərçivə. Bu nəzəriyyə fərdiləşdirilmiş və adaptiv təlim üçün praktik əsas yaradır. Çünki müəllim mövzunun müxtəlif zəka növlərinə uyğunlaşdırmalıdır. Hamıya eyni dərs modelindən çıxmalıdır. Eyni mövzu üçün müxtəlif tapşırıqlar planlaşdırmalıdır. Fərqli öyrənmə tərzi olan şagirdləri nəzərə almalıdır. Çünki həmin öyrənmə tərzlərini nəzərə alarkən artıq şagirdlər dərsdə passiv qalmırlar, aktiv tərəfə çevrilirlər. Sonra gəlir motivasiya və iştirakın artması. Biz şagirdi öz güclü zəkası ilə dərsə qoşduqda, yəni onu öz intellekt səviyyəsinə uyğun dərs verdikdə, şagird öz intellekt səviyyəsinə uyğun olaraq dərsi təqdim etdikdə, artıq onlarda özünə inam yaranır, motivasiya yaranır, onlarda dərsə maraq oyanır. Fəaliyyətə aktiv şəkildə cəlb oluna bilirlər. Özünü davamlı uğursuz hiss edən şagirdlər bacardıqları fəaliyyətlərdə uğur təcrübəsi qazanırlar. Əgər müəllim eyni mövzuda bir neçə yol açırsa, şagird mən bacarmıram yerinə, mən başqa cür bacarıram deməyi öyrənir. Sonra gəlir daxili özünə inam və emosional dayanıqlığın güclənməsi. Burada özünə inam nədir? Çoxnövlü zəka yanaşması şagirddə hər kəsin güclü olduğu bir sahə olduğunu başa salır, göstərir. Xüsusilə də akademik göstəricisi aşağı olan şagirdlər psixoloji baxımdan daha çox zərər çəkə bilərlər. Bu çoxnövlü zəka da həmin şagirdlər üçün daha çox önəmlidir. Onlarda özünə dəyər güclənir. Mən heç nəyə yaramıram düşüncəsi zəifləyir. Uğur yalnız imtahan balı ilə bağlı olmur. Şagird özünü musiqi, rəsm, ünsiyyət, təşkilatçılıq və s. sahələrdə də dəyərli hiss edə bilər. Bu yanaşma emosional dayanıqlığı və öyrənməyə müsbət münasibət formalaşdırır. Sonra sinifdə inklüziv və ədalətlilik yaradır. İnklüziv dərsini keçəndə nə demişdik? Hər bir şagirdə ədalətli yanaşma, hər bir şagirdin prosesə cəlb olunması. Yəni biz hər bir şagirdin intellekt xüsusiyyətini nəzərə alsaq, sinifdə inklüzivliyin formalaşmasına dəstək ola bilərik. Hər bir şagirdə dərsə cəlb edə bilərik və hər bir şagirdə ədalətli yanaşma tətbiq edə bilər. 6-cı, müəllimin tədris repertuarının genişlənməsi. Çoxnövlü zəka intellektindən istifadə edən müəllim artıq sadəcə nəzəriyyə deyil, bu nəzəriyyədən artıq planlaşdırmasında da istifadə edir. Müəllim bir mövzu üçün minimum 3-4 fərqli təqdimat forması düşünür. Artıq dərslər monotonluqdan çıxır, çox şaxəli və dinamik formaya keçir. Müəllim şagirdləri daha yaxşı tanımağa başlayır. Bu şagird vizualda güclüdür, bu isə sosial yönlüdür qərarını verə bilir. Yəni artıq müəllim şagirdinin hansı intellekt növünə aid olduğunu anlaya bilir. 7-ci, qiymətləndirmənin daha ədalətli və çoxölçülü olması. Çoxnövlü zəka yanaşması artıq yalnız test və yazılı imtahana əsaslanmır. Burada qiymətləndirmə yalnız test nəticəsinə deyil, şagirdin layihəsinə, təqdimatına, poster və səhnəciklə təqdim etməsinə, refleksiya yazısı kimi müxtəlif üsullarla təqdim etməsinə əsaslanır. Artıq şagird öz bacarığını qiymətləndirmə üsuluna uyğun formada göstərə bilir. Bu həm də şagirdə bu mesajı verir ki, sənin dəyərin yalnız test balı ilə
müəyyənləşmir. 8-ci üstün cəhət odur ki, artıq sinif mühitində əməkdaşlıq və hörmət mədəniyyəti güclənir. Müxtəlif zəkaya sahib olan şagirdlər artıq bir qrupda işləməyi bacarırlar. Onlar hər kəsin fərqli güclü tərəfi olmasını qəbul edirlər. Hər kəs eyni məsələdə yaxşı olmalıdır deyə bir fikir yoxdur. Şagirdlər bir-birinin güclü tərəflərinə hörmət etməyi öyrənirlər. Qrup işlərində rollar zəkaya görə bölünə bilər. Biri yazır, biri çəkir, biri təqdim edir, biri hesablayır və s. Bu daha çox balanslı əməkdaşlıq yaradır. Deməli, çoxnövlü zəka nəzəriyyəsinin hansı üstünlükləri oldu? Şagirdə yanaşmanın dəyişməsi, fərdiləşdirilmiş təlim üçün güclü çərçivənin olması, şagirddə motivasiya və iştirakın artması, şagirdin daxili özünə inam və emosional dayanıqlılığının güclənməsi, sinifdə inklüziv və ədalətli mühitin yaradılması, müəllimin tədris repertuarının genişlənməsi, qiymətləndirmənin daha ədalətli və çox ölçülü olması, bir də sinif mühitində əməkdaşlıq və hörmət mədəniyyətinin güclənməsi. Bir də var, biz şagirdin intellektini necə müəyyənləşdirə bilərik? Dedik ki, dərsin əvvəlində biz şagirdin davranışını müşahidə etməklə onun intellektini müəyyənləşdirə bilərik. Daha sonra şagirdin asudə vaxtında nə ilə məşğul olduğuna fikir verməklə və yaxud da şagirdin fən müəllimlərinə söhbət apara bilərik, valideynlərlə söhbət apara bilərik. Bir də biz sonda şagirdin özü ilə söhbət aparmaqla onun intellektini müəyyənləşdirə bilərik.